Gəncə-Şəmkir yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində ağır yol nəqliyyat hadisəsi baş verib. Gəncə xəbərin məlumatına görə, Mercedes markalı avtomobilinin sürücüsünün idarə etməni itirməsi nəticəsində maşın yolun kənarındakı divara çırpılıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin xüsusi xilasetmə hissəsinin əməkdaşları cəlb edilib. Xilasedicilər avtomobildə sıxılmış vəziyyətdə qalan 2 nəfərin meyidini çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Qəzanın səbəbləri araşdırılır.